Peyğəmbər salavatullah qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm Həzrət buyurur: La təzulu qədəma abdin yevməl qiyamə hətta yüsəl ən ərba. Qiyamət günü insan yerindən tərpənməmiş 4 şey barəsində soruşulacaq. Birinci, Allah Teala soruşar: Ən umrihi fima əfnah. İnsanın ömrünü nəyə sərf etməsi barəsində. Allah soruşar ki, ay mənim bəndəm, sənə verdiyim bu ömrü necə keçirdin? Əslində ağır sualdır, ha? Ən umrihi fima əfnah. Allah deyər, de görüm, sənə verdiyim ömrü nəyə sərf elədin? Biri 70 il yaşayıbsa, deyir, de görüm, ömrü nəyə sərf eləmisən? Təzədən soruşur, deyir, de görüm, cavanlığı harda keçirdin? Axı, ömrün içərisində bu cavanlıqda var. Deməli, burada çox mühüm məsələ var. İnsanın başına nə gəlir, cavanlıqda gəlir. Cavanlıqda etdiyimiz günahı qoca vaxt eləyə bilmirik, cavanlıqda əldə etdiyimiz o savab əməlləri də yaşlı vaxtda eləyə bilmirik. Ona görə ömrün bahar fəsli adlanır cavanlıq. Necə təbiətə? Üçüncü sual: Və ən malihi min eynəktəsəbəhu və fīmā ənfəqəh. O əldə etdiyin mal ki var, ha? De görüm, hardan qazandın? Hara xərclədin? Necə əldə elədin? Haralara verdin?